قل إن هدى الله هو الهدى. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu muhterem Müslümanlar. Mən bir neçə gün öncə bir video hazırlamışdım. Yəni bir cavab olaraq orada qarşı tərəfdən bir dəvətçinin, YouTube dəvətçisinin, daha doğrusu desək, cümə fətvasında xəta tapmasında o 8 dəqiqəlik videosunda 3 dənə xəta tapdım və bunu paylaşdıq. Və bunu əmən adam görüb, buna heç bir cavab vermir. Orada Şeyx Albani'nin səsi var, Şeyx Abdülaziz ibn Baz'ın səsi var, Şeyx Süleyman Ruheli'nin sözü var, hamısını demişik, buna cavab vermir. Yapışıb oradan mənim nəsihətimdən deyir ki, nəsihəti get şeyxivə verginən. Birinci olaraq sual, sənə nəsihət vermək olmaz. Sən bəyəm hansı dərəcənin adamsan ki, sənə nəsihət vermək olmaz və ya nəsihət verəndə bu cür silədən çıxırsan. 1. 2. Deyirsən ki, baş Allah'dır. 3-4 dəfə təkrarlayırsan ki, Şeyx Hafizahullah baş Allah'dır. Baş Allah'dır demək yaxşı sözdürsə, mən də sənə deyirəm, ən böyük baş Allah'dan sənsən. Olar bu. Xoşuma gələr, yox. Üçüncü qaldı müdafiə etməyə. Yəni sənə cavab verdim deyə, mənə səni dinləyənlər nələr yazıbdı? Göstərək burada, ehtiyac yoxdur mən çəkib qoymağa. Onda nə olacaq? Deyim ki, xətillər qədərdə şeyxə deyiblər deyə, sən dinləyənlər mənə yazır ki, bizim hocamıza, şeyximizə belə demədi, ay əxlaqsız, ay mərfədsiz. Nə oldu? İndi sizinkilərin də xətinə dəydi. Dördüncü də, orada deyirsən ki, siz danışanda filan kəsə qambuzik deyirsiniz, nə bilim, o birisinə erməni tankı deyirsən. Birincisi, məndən bu sözü eşitmirsən? Yox. İkincisi, sənə deyilir bu sözlər. Yox, orada söhbət səndən gedir. Sənə deyilməyib, sən o birilərinin vəkilisən, onlar özləri danışa bilmir. Danışa bilmirlər. Burada mən sənə nəsihət eləməmişəm, mən sənə cavab vermişəm. Sonunda nəsihət etmişəm, kiçik bir nəsihət ki, ay insan, ay adam, baş Allah'dır demək, yaşda özündən böyüyə, düz söz deyil bu. Baş Allah'dır. O uşaq baş Allah'dır. Və onun yanındakıları da təhqir edirsən. Deyirsən ki, mən onun yanında onu dinləyənlər deyiləm ki, onun yanında oturub dinləyirlər, o da elə bilir, hər kəs bu kimidir. Onu dinləyənlərə nə olub? 200-300 adam dinləyir. Bir dərsində nə olub dinləyənlərə? Danışdığını bilirsən, sən nə danışırsan? Sonra deyirsən ki, dünyada ən birinci nəsihət ediləsi adam varsa, o da Şeyx Hafizahullah'dır. Sən nə danışırsan? Sən danışdığını bilirsən, nə qoyub, nə danışırsan? Dünyada nəsihət edilir, başqa yoxdur adam, heç kim nəsihət edilə bilməz. Allah kömək olsun, səndə başqa sorunlar da var, belə görürəm həqiqətən. Allah şifa versin. Amma danışanda danışıqlığa diqqət elə də. Danışıqlığa diqqət eləsən də. Rəddiyənin ədəbləri var. Keçməyiblər. Dəvətçisən axı. Orada sənə cavab verilib. Şeyx Albani'nin sözünü bir də təkrarlasanız, mən onu izah edəcəm və məsələyə nöqtə qoyacam demişdim. Buyur, qoy. Bundan sonra Şeyx İbn Baz'ın da səsini qoyacağım, rahimehullah. Şeyx Süleyman Ruheli'nin də, Alə Şeyxin də, Şeyx Raslanın da, Şeyx Muqbilin də, Şeyx Rabinin də. Hansı birinə cavab verə biləcəksən və hansı birini izah edə biləcəksən? Yoxsa onlar dediklərini izah edə bilmədi, sən etdin. Nəsihətə gəldiyimiz zaman ən böyük nəsihət sənə lazımdır. Ən böyük nəsihət sənə lazımdır. Yəni, sonra səni dinləyənlər, sənin tələbələrin deyək, nə bilim, sən o dinləyənlər, biz heç sənin kimi demirik, onun yanında onu dinləyənlər elə bir ham onun kimidir, yox. Sənin kimi demirik, aşağı düşürmür. Sadəcə deyirəm ki, səni dinləyənlərin, sənə huzur deyənlərin, ola bilər, təbii bir işdir. Dinləyə bilər, istəyən, istədiyini dinləyə bilər, bu heç. Amma onlar, mənim həmin videoma, 1000 nəfərdən yuxarı baxış olan videoma, 1000-dən çox adam baxıb. Orada yazıblar aşağıda, biri yazıb əxlaqsızlıq eləmə, filan kəsə qarşı sənə qarşı deyir də. Biri yazıb ədəbsizlik eləmə. Biri yazıb yox bu belədir, yox o elədir. Onlara niyə demirsən bəs? Onlar da səni müdafiə edər, səni sevirlər də. Nə oldu? Sənin Şeyx Hafizahullah deməyin belə istehsadır. Sən onu istehsa məqsədi ilə deyirsən. Halbuki sən bundan tam 10 il əvvəl Azərbaycanın Şeyx Muhammed ibn Abdülvahhabı demişdin. Nə dəyişdi səni? Onu Allah bilir. Nəysə. Allah səni islah etsin. Həqiqətən Allah sənə şəfa versin. Səndə başqa bir problemlər də var.
Allah bizləri bağışlasın hər birimizi. Bu qardaşa da şəfa versin. Onu islah etsin. Yazıqdır. Yazıqsan. Allah kömək olsun. Estağfirullah və natubu ileyh. Velhamdülillahi Rabbil alemin.